Salam, hər vaxtınız xeyir. Bu videoda biz süni intellekt nədir, süni intellektin inkişaf mərhələləri, süni intellekt texnologiyalarının, sistemlərinin, həmçinin süni intellekt sistemi ilə işləyən proqramlarla ənənəvi proqramların fərqi, oxşar cəhətləri haqqında tanış olacağıq. İlk öncə baxaq, süni intellekt nədir? Süni intellekt özü insanın düşünmə, öyrənmə, qərar vermə, problemi həll etmək kimi idrak fəaliyyətlərini kompüter sistemi vasitəsilə modelləşdirən və avtomatlaşdıran texnologiyalar sahəsidir. Başqa sözlə qeyd etsək, süni intellekt ilk öncə məlumatı qəbul edir, onu emal edir, nəticə çıxarır, təcrübədən öyrənir və qərar verir. Süni intellekt sistemlərindən işləyən proqramlarda da bu şəkildə, bu mərhələlərdən istifadə olunur. İndi baxaq, ənənəvi proqramlaşdırma ilə süni intellektin fərqi nədir? Süni intellekt sistemi ilə işləyən proqramların fərqi nədir? Ümumiyyətlə, süni intellekt sistemləri ənənəvi proqramlardan fərqli olaraq yalnız əvvəlcədən yazılmış qaydalarla işləmirlər. Ənənəvi proqramlar əvvəlcə yazılmış alqoritmlə, qaydaya əsasən nəticə çıxarır, həmin formada işləyir. Amma süni intellekt sistemi belə deyil. Onlar böyük həcmdə məlumatlardan nümunələri öyrənərək davranışlarını təkmilləşdirirlər. Nəticə çıxararaq hər fərdə uyğun yeni bir nəticə çıxarmaq imkanına sahibdirlər. Misal üçün, deyək ki, ənənəvi proqramlaşdırmaya aid bir dənə nümunə göstərim sizə. DİM imtahanı olsun, istər bəzi universitetlərdə keçirilən semestr imtahanları olsun, bəziləri elektron qaydadadır, yəni kompüter vasitəsilə, hər hansı bir proqram vasitəsilə şagirdlər, tələbələr, müəllimlər imtahanda iştirak edir. Bu proses necə olur? Əvvəlcədən müəllimlər tərəfindən suallar hazırlanır, suallar kompüterə, proqrama yerləşdirilir, proqramlaşdırma ilə müəyyən alqoritmik ardıcıllıqla təbii ki, suallar yerləşdirilir. Hər suala düzgün cavabın balı, səhv cavabın balı və yaxud da misal üçün neçə səhv varsa nə qədər bal silinsin və s. Bu bir qaydadır və bu qayda əvvəlcədən sistemin yaddaşına yazılır. Yəni heç vaxt bu qaydadan kənara çıxılmır. Tələbə də, müəllim də, şagird də imtahanı bitirdikdən sonra avtomatik sistem onun balını hesablayır. Hə, görə misal üçün deyək ki, 10 dənə sualdır, hərəsi 5 ballıq, ikisinə cavab verə bilməyib. Yəni bu qaydaya əsasən hesablama aparır proqram və sonunda bizə nəticəni göstərir ki, hə, şəxs neçə bal topladı, düzləri hansılardır, hansı suallara səhv cavab verib və s. hamısını biz görürük. Bu süni intellekt sistemi ilə işləmir. Ənənəvi proqramlaşdırma ilə işləyir. Amma süni intellekt sistemi ilə işləyənə misal üçün deyək ki, Duolingo-nu misal göstərə bilərik, Coursera-nı misal göstərə bilərik, Xan Akademini misal göstərə bilərik. Bunlar süni intellekt sistemi ilə işləyir. Misal üçün Duolingo-ya şagird hər hansı bir testi həll edir. Deyək ki, həmin suala yanlış cavab verir. Avtomatik növbəti sual, şagird bu testi səhv cavab verir axı. Bu mövzuya uyğun başqa bir sual yerləşdirir ki, görək şagird bu suala düzgün cavab verə biləcəkmi? Əgər ona da yanlış cavab verirsə, bir neçə dəfə bu proses təkrarlanır. Artıq sistem başa düşür ki, şagird bu mövzunu yaxşı bilmir, bu mövzunu yaxşı mənimsəməyib. Əlavə olaraq şagird həmin qaydaya baxa bilər. Şagird də həmin qaydanı izah edir, həmin tərifi, mövzunu izah edir və daha sonra yenə həmin sualları təkrar şagirdə verir. Görək şagird həmin suallara düzgün cavab verə bilirmi? Yenə düzgün cavab verə bilməsə, yenə təbii ki, həmin mövzunu izah ona baxa bilər şagird. Həmin mövzunu izah edir şagirdə. Bu şəkildə avtomatik süni intellekt sistemi nə edir? Baxır, görür şagird bu mövzuya bələddirmi? Bu mövzunu bilirmi? Bilmirsə həmin mövzunu öyrədir, daha sonra yenə həmin mövzu ilə bağlı suallar yönəldir. Yəni burada əsas şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır və hər şagirdə ayrı-ayrı öz bazasına uyğun, bildiyi məlumata uyğun, öz qavramasına uyğun suallar yönəldir. Və ümumi birinci şagird analiz edir, görün bu nəyə bələddir, nəyi bilir, nəticə çıxarır, təcrübədən keçirir şagirdi, yəni təcrübədən sonra yenə nəticə çıxarır və ona uyğun fərdi suallar yönəldir. Misal üçün, Quizizdir, Kahoot'dur və s. kimi süni intellekt proqram alətləri var ki, bunlar da təbii ki, süni intellekt sistemləri ilə işləyir. İndi baxaq süni intellektin əsas komponentləri. Əsas komponentləri birinci maşın öyrənmədir. Maşın öyrənmə nədir? Maşın öyrənməsi süni intellektin əsas istiqamətindən biridir və burada sistemlər statistik modellər vasitəsilə məlumatlardan öyrənir və zamanla daha dəqiq nəticələr verir. Misal üçün, nümunə olaraq buna elektron poçt ünvanında filtr spam aşkarlanması filtrində, həmçinin şagirdlərin performansının proqnozlaşdırılması bunlara aiddir. Misal üçün, indi nümunəyə daha geniş açım. Elektron poçt
post filtrində spam aşkarlanması. Bu necə maşın öyrənməsinə aiddir? Deyək ki, mən könül müəlliməyə hər hansı bir elektron poçt vasitəsilə, Gmail vasitəsilə bir sənəd göndərirəm və heç vaxt o mənim mailimə, bu Gmail hesabıma mesaj atmayıb. Mən də həmçinin ona atmamışam. İlk dəfədir onun Gmailinə mən sənəd göndərirəm. Ola bilsin ki, mən spama düşdüm. Yəni könül müəllimənin Gmailində spam hissəsinə düşdüm. Nəyə görə? Çünki məni tanımır. Mən adda bir hesabı tanımır onun Gmaili. Və məni salır spama. Könül müəllimə istəsə, məsələn, spama baxır, görür, hə, məndən misal üçün məktub gəlib, sənəd gəlib, məni spamdan çıxarır və bundan sonra artıq sistem başa düşür ki, mən spama düşəsi deyiləm. Yəni könül müəllimə məni tanıyır. Və artıq bir də mən ona məktub yazdıqda məni spama salmayacaq. Çünki artıq spamdan özü çıxar baxır könül müəllimənin, sistem artıq bunu başa düşür. Və yaxud da misal üçün kimsə deyək ki, mənə hər hansı bir Gmail-ə mesaj atır, məni narahat edir, mən bunu spama salıram. Artıq ikinci dəfə həmin şəxsin mesajı məndə görünməyəcək, spama düşəcək hər dəfə. Çünki artıq sistem avtomatik bilir ki, mən istəmirəm bu şəxsdən mesaj gəlsin. Bunu spama salmışam. Avtomatik özü ikinci dəfə, üçüncü dəfə həmin şəxs mənə mesaj atdıqda onu spama salmış olacaq. Bunlar süni intellekt sistemi ilə işləyir. Təbii ki, maşın öyrənməsinə aiddir birinci komponent. Sonra ikinci komponent dərin öyrənmə. Dərin öyrənmə çoxqatlı süni neyron şəbəkələri əsaslanır və insan beyninin işləmə prinsipini modelləşdirir. Misal üçün, şəkildir, səsdir, mətindir. Bu analizlərdə daha effektivdir dərin öyrənmə. Və təbii dilin emalı bu hal-hazırda daha çox istifadə olunur təbii ki. Bu nədir? İnsan dilinin başa düşülməsi və yaradılması ilə məşğul olurlar. Misal üçün, ChatGPT. ChatGPT təbii dilin emalıdır. Hansı ki, bu prinsiplə işləyir. Biz istədiyimiz sualı yönləndirir, avtomatik bizə cavab verir, mətin yaradır və s. Son olaraq da dördüncü komponent kompüter görməsidir. Burada şəkillərdir, videolardır. Bunları analiz edərək obyektləri tanıyır sistem. Misal üçün, üst tanıma sistemlərində avtonom avtomobillərdir, tibbi görüntü analizləri və s. Bunlar kompüter görməsinə aiddir. Süni intellekt sistemi ilə işləyirlər. İndi baxaq süni intellekt necə işlər. Bayaq da dərsə başladıqda bu haqda məlumat vermişdim. Deməli, məlumatı toplayır, onu emal edir, modeli qurur, təlim prosesini həyata keçirir, test və optimallaşdırma, yəni test mərhələsindən keçirir və son olaraq da real mühitdə tətbiq bunu göstərir. Təbii ki, əgər bu proseslə keçirilsə dərslər, daha effektiv nəticə əldə edə bilərik. Bu proses nəticəsində sistem təcrübə topladıqca daha dəqiq və effektiv olur. İndi, baxaq süni intellekt sisteminin üstünlükləri nədir? Təbii ki, məlumatların toplanması üçün istifadə edirik. Böyük həcmdə məlumatları sürətlə analiz edir, səhvləri minimuma endirir, 7-24 fasiləsiz işləyir, fərdləşdirilmiş xidmət təqdim edir və qərar verməni optimallaşdırır. Süni intellekt insan zəka proseslərini texnologiya vasitəsilə modelləşdirən və inkişaf etdirən sistemlər toplusudur. O, həyatın müxtəlif sahələrində istifadə olunur və müxtəlif sahələrlə transformasiya yaradır və xüsusilə də təhsildə təbii ki, yeni imkanlar açır. Lakin bir məqamı unutmaq olmaz. Süni intellekt düzdür, həyatın bütün sahələrində istifadə olunur, çox sürətlə yayılır. Amma yenə də əsas vacib məqam nədir? Süni intellekt qərar verə bilir, düzdür. Amma dəyəri formalaşdıra bilməz. Analiz edə bilər, amma ilham verə bilməz. Bunu unutmaq olmaz. Həmçində təbii ki, insan faktoru hələ də mərkəzdədir. Süni intellekt nə qədər inkişaf edirsə etsin, real insan faktoru mərkəzdə dayanmaqdadır. Təbii ki, bəzən deyirlər ki, süni intellekt inkişaf edir, müəllimlərə ehtiyac qalmayacaq və yaxud da dizaynerlərə ehtiyac qalmır. Xeyr, belə deyil. Əgər işin peşəkarıdırsa, müasir dövrlə ayaqlaşa bilirsə, istər müəllim, istər dizayner, istər başqa sahənin işçiləri, müasir dövrlə ayaqlaşa bilirsə, yeniliklərdən xəbərdardırsa, təbii ki, özünü inkişaf etdirib, hər şeyin önünə keçə bilər. Amma yox, deyək ki, qrafik dizaynerdir, Photoshopla məşğul olur, CorelDRAW-la məşğul olur, deyək ki, vizit kartlar hazırlayır, dəvətnamələr hazırlayır onlayn formada və s. Hal-hazırda bəli, süni intellekt inkişaf edir. Əgər həmin dizayner özünü bu proqramlardan istifadə edib təkmilləşdirməsə, təbii ki, ona müraciət olmayacaq. Hər kəs öz işini özü süni intellekt vasitəsilə yerinə yetirəcək. İstər dəvətnamənin hazırlanması olsun, postların hazırlanması olsun və yaxud deyək ki, videoların hazırlanması olsun. Hər kəs öz işini özü görə bilər. Amma professional
şəkildə qrafik dizaynerdirsə, proqramlardan istifadə edib öz biliyini, öz təcrübəsini də qataraq daha professional şəkildə, daha mükəmməl şəkildə bir nəsə ərsəyə gətirəcəksə, təbii ki, ona müraciət olacaq. Yox, amma o bildiyi ilə yetinəcəksə, təbii ki, heç kim ona müraciət eləməyəcək. O artıq kölgədə qalacaq. Çünki süni intellekt sistemi inkişaf edir. Hər kəs bu gündə hər kəs özü telefonda Gemini olsun, ChatGPT olsun və ya da notebook eləm olsun, başqa süni intellekt proqramlardan istifadə edərək şəkillər hazırlaya bilər. Təqdimatlar hazırlaya bilər, postlar hazırlaya bilər. Amma dizayner həmin proqramları bilib, öz bacarığını da qatsa, təbii ki, daha möhtəşəm bir görünüş ortaya çıxacaq. Təbii ki, ona belə deyək də, tələbat olacaq. Ona görə çalışmaq lazımdır ki, kim olur olsun, istər müəllim, istər digər sahələrin işçiləri müasir dövrlə ayaqlaşmağı bacarmalıdır. Hansı ki proqramlar çıxıb, onlardan tanış olmalıdır. Öz fənni üçün, öz işi üçün necə bunu istifadə edə bilər, bundan nələr öyrənə bilər. Daimi bunun üzərində çalışmalıdır ki, öz biliyini, bacarığında inkişaf etdirsin ki, ona da tələbat olsun. Yoxsa təbii ki, kölgədə qala bilər həmin insan. İndi baxaq süni intellektin dövrünə, bir tarixinə qısa keçid edək. Bir neçə dövrə bölünür, ən əsas 3 kateqoriya şəklində qeyd olunub. Birincisi simvolik dövrdür. Simvolik dövr burada qeyd olunur 1950-1980-ci illəri əhatə edir. Burada nə idi? Bu mərhələ klassik və ya qayda əsaslı süni intellekt dövrü adlanır. Hansı ki, burada əsas ideya insan düşüncəsini məntiqi qaydalar və simvollar vasitəsilə modelləşdirmək idi. Burada qaydalar əsaslı sistemlər, məntiqi proqramlaşdırma, ekspert sistemləri var idi. Hansı ki, bu dövr süni intellekt insan məntiqini algoritmlərə təqlid etməyə çalışırdı. İkinci mərhələ maşın öyrənməsi mərhələsidir. 2010-cu ilə kimi bu müddət davam edir. Bu mərhələdə süni intellektdə paradigma dəyişikliyi yaranır. Artıq sistemlərə böyük qaydalar, bütün qaydalar yazmaq əvəzinə onlara məlumat verilir və sistem həmin məlumatlardan özü öyrənirdi. Misal üçün, nümunə olaraq buna böyük verilənlər, big datanı, adaptiv sistemləri, statistik modelləri göstərə bilərik. Burada artıq süni intellekt qayda deyil, məlumat əsasında öyrənməyə başlayırdı. Hal-hazırki dövr isə dərin öyrənmə və generativ bir süni intellekt dövrüdür. 2010-cu ildən var. 2010-cu ildən bu günə kimi bu dərin öyrənmə modeli yaradılıb, yəni var, inkişaf edib. Düzdür, bizə hələ demək olar ki, bir 3-5 ildir ki, daha çox bu sahə üzrə yəni məlumatımız var, amma əslində 2010-cu ildən yaranıb. Burada nədir? Bu dövrdə süni intellektin ən sürətli inkişaf mərhələsi hesab olunur bu dövr. Böyük neyron şəbəkələr və yüksək hesablama gücü süni intellektin imkanlarını kəskin şəkildə genişləndirmişdir. Burada əsas xüsusiyyət nədir? Çoxqatlı neyron şəbəkələr, böyük həcmli məlumatların emalı, generativ modellər və avtonom sistemlər. Bəs generativ modellər nədir? Generativ modellər haqqında ümumi danışım. Bu, süni intellektin yeni məzmun yarada bilən sistemləridir. Hansı ki, mətindir, şəkildir, videodur, səsdir, koddur və s. Bunlar generativ modellərə aiddir. Yəni, biz süni intellekt sistemlərindən istifadə edərək mətin hazırlaya bilərik, videolar hazırlaya bilərik, şəkillər, səslər, kodlar və s. Məsəl üçün, ChatGPT bilir ki, mətin hazırlayır, DAL-E şəkil generasiyası hazırlayır, həmçinin Gemini-dən də istifadə edə bilərik şəkillərin hazırlanması üçün. Bir də dərin öyrənmə əsaslı strateji qərar sistemi var ki, AlphaGo-dur. Bundan da istifadə olunur. Və avtonom sistemlər nədir? Özünü idarə edən avtomobillər, ağıllı robotlar, avtomatik diaqnostika sistemləri və s. Bunlar da avtonom sistemlərə aiddir. Bugünkü təlimdən bu qədər biz ümumi süni intellekt haqqında danışdıq və süni intellektin komponentləri və tarixinə qısa keçid. İndi növbəti videolarda daha dərin bunların hər biri haqqında məlumat veriləcək. Kimin nə sualı olsa yaza bilər.